Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, sizləri mübarək Ramazan ayında xoş gördük. Allah Teala ibadət və itaətlərinizi inşallah qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət mövzusudur. Keçən bəhsimizdə bu məsələni müzakirə etdik ki, Qur'an-ı Kərimdə ümumi imamət barəsində Allah Teala iki formada bəyanı var, bəyan etmişdir. Bir, hidayət edici imamlar, iki, zəlalətə dəvət edən imamlar. Hər iki imamın, hər iki rəhbərin xüsusiyyəti və eyni zamanda onların nümunəsi Qur'an-ı Kərimdə açıqlanmış və bildirilmişdir. Bəhsimi bu sualla başlamaq istəyirəm. Zəlalətə dəvət edən rəhbər hansı formada seçilə bilər? Heç şübhəsiz bu rəhbəri Allah Teala seçməz. Allah Teala əgər zəlalətə dəvət edən bir şəxsi özü rəhbər qərar verirsə, bu ilahi hikmətdən heç bir formada uyğun gəlmir. Çünki ilahi hikmət bundan ibarətdir ki, Allah peyğəmbərləri və peyğəmbərlər vasitəsilə kitab göndərməklə insanları xeyr işə, hidayətə tərəf dəvət edir. Ola bilməz ki, insanları hidayətə tərəf dəvət edən Allah, eyni zamanda insanları zəlalətə dəvət edən rəhbərlər də qərar versin. İlahi hikmət baxımından zəlalətə dəvət edən imamlar heç bir formada Allah tərəfindən təyin oluna bilməz. Yerdə qalır iki məsələ. Ya insanlar bunu seçib, öz rəhbəri, yəni insanlar bir şəxsi öz rəhbərləri seçib və bu rəhbər onları zəlalətə tərəf dəvət edir. Bəli, bu olar, bilər, mümkündür və bəşər tarixində də nümunələri var. Və yaxud bu şəxs hər hansı bir yolla, hərbi yolu ilə, qılınc yolu ilə insanların rəhbəri ola bilib. İnsanlar rəhbərlik edib, topluma rəhbərlik edib və insanları zəlalətə tərəf dəvət edib. Demək, istər bu şəxsin özü olsun, istər insanlar tərəfindən seçilsin, hər bir halda bunda hər zaman insanları zəlalətə tərəf dəvət etmək potensialı var. İndi dəvət etmirsə, başqa vaxtı da bilər. Amma bir rəhbər Allah tərəfindən təyin olunarsa, heç şübhəsiz bu rəhbər ilahi hikmətin tamamlayıcısı ola bilər. Çünki Allah Teala insanların hidayətini istəyir, insanların doğru yola gəlməsini istəyir və təyin etdiyi imam da insanları doğru yola dəvət edir. Bu ilahi hikmətlə üst-üstə düşən bir məsələdir. Bu məsələ Qur'an-ı Kərimdə necə, hansı formada bəyan olunub? Bəqərə surəsinin 124-cü ayəsində. Burada söhbət Həzrəti İbrahim əleyhissalamdan gedir. Allah Teala bu ayədə buyurur ki, Bəqərə surəsinin 124-cü ayəsində وَإِذْ إِبْتَلَعْ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلَمَاتٍ فَأَتَمَّهُنَّ O zaman xatırla ki, İbrahimi öz Rəbbi müəyyən kəlmələrlə, vasitələrlə imtihan etdi. Bu kəlmələr nədən ibarətdir? Bu barədə müxtəlif fikirlər var. Edə bilərsiniz, təfsir kitablarına baxasınız. Bizim mövzumuzdan xaricdir. Hər bir halda Həzrəti İbrahim peyğəmbər idi və bir sıra imtihanlarla üzləşdi. Bu imtihanlardan sonra Allah Teala ona xitabən dedi: "Qalə inni cə'iluke linnasi imamən." Mən səni insanlar üçün imam qərar verirəm. Dərhal Həzrəti İbrahim əleyhissalam Allaha xitabən buyurdu: "Qal və min zürriyyəti." Bəs mənim nəslimdən necə? Yəni mənə ki bu məqamı verdin, mənim nəslimdən bu məqama çatan olacaqmı? Allah Teala ümumi bir prinsip buyurur. Qalə lə yənəlu əhdi
əz-zalimin. Mənim bu əhdim zalimlara çatmaz. Yəni, əgər sənin nəslindən zalim biri çıxacaqsa, bu imamət əhdim onlara çatmayacaq. Yox, zalim çıxmayacaqsa, bəli, sənin nəslindən də imam ola bilər. Bu ayə barəsində bir neçə məsələni müzakirə etmə yerinə düşərdi. İmamət məqamı nə idi? Bəziləri heç bir dəlil söyləmədən buyurmuşlar ki, imamət məqamında məqsəd peyğəmbərlik və risalət məqamı idi. Bu, heç bir formada qəbul oluna bilməz. Çünki bu zaman artıq Həzrəti İbrahim əleyhissalam peyğəmbər idi. Peyğəmbərlik məqamı var idi və müəyyən imtahanları var idi. Demək, bu risalət və peyğəmbərlik məqamı ola bilməz. Bəziləri deyir ki, burada imamət məqamında məqsəd ona itaətin vacib olması idi. Yəni, imamda məqsəd artıq bugündən belə, ya İbrahim, sənə itaəti vacib etdim, insanlar sənə itaət etməlidir. Bu da doğru deyil. Niyə? Çünki biz bilirik ki, insan, bir peyğəmbər imamət məqamına yetişməsə də belə, əgər peyğəmbərsə, ona itaət etmək vacibdir. Yəni, imam olmasına ehtiyac yoxdur ki, insanların ona itaət etməsinə görə, o ilahi peyğəmbərdirsə, imamət məqamına yetişməsə də belə, o hər bir halda itaəti vacibdir. Demək, bu təfsirlər, bu yanaşmalar imamət məqamı üçün heç bir formada doğru deyil. Bəs yaxşı, tam olaraq ayənin ümumi prinsiplərini biz nəzərə alsaq və digər şahidləri nəzərə alsaq, imamət məqamını necə başa düşə bilərik? Müxtəlif təfsir alimlərinin söylədiyi kimi, burada imamət məqamından məqsəd yalnız və yalnız insanlara hakim olmaq, rəhbər olmaq, siyasi baxımdan rəhbər olmaq nəzərdə tutmur. Çünki Həzrəti İbrahim əleyhissalam peyğəmbər olarkən də siyasi rəhbər ola bilərdi. Yəni, siyasi cəhətdən insanların rəhbəri olsun. Bəlkə burada əsas məqsəd Həzrəti İbrahim əleyhissalamın insanların mənəvi cəhətdən imam olmasıdır. Bu məsələni sadə bir misalla istərdim açıqlayam. Bir dəfə hər hansı bir şəxs müəyyən bir qanunla insanları hidayət edir. Bu qanuna tabi olun, qurtuluş sizinlədir. Bir dəfə də qanun var və özü bu qanuna tərəf bunların əlindən tutub yönəldir. Bu mərhələyə deyirlər imam. Demək, imam həm imamın qanunu var, həm insanın əlindən tutub onu hidayət etməsi. Bu, heç şübhəsiz Allahın həmən şəxsə verdiyi bir lütfdən baş verə bilir. Yəni, heç bir şəxs Allahın lütfu olmadan belə bir məqama çata bilməz. Və Həzrəti İbrahim belə bir məqama çatmışdır. Və Həzrəti İbrahim ki, buyurdu, bəs mənim nəslimə necə bu məqam yetişəcək yoxsa yox? Allah dedi ki, zalimlara çatmayacaq. Əlləmə Təbətəbayinin də qeydinə əsasən, zalim və yaxud bu məsələnin növbəti nəslə yetişməsi 3 formadan xaric deyil. Ya bunlar ömrünün əvvəlindən axırına qədər zalimdırlar. Həzrəti İbrahimin nəsli təbii olaraq bu keçərli deyil. Ya ömrünün əvvəlindən biraz zalim olub, daha sonra tövbə edib. Heç şübhəsiz bu da ola bilməz. Üçüncü yerdə qalan bu idisə, bu ömrünün əvvəlindən və axırına qədər heç bir formada zalim və zülm etməyib. Təbii olaraq Quran prinsipinə əsasən zülmün ən bariz nümunəsi Allaha şərik qoşmaqdır. Biz bilirik ki, Həzrəti Muhammed Peyğəmbər, Allahın ona və ailəsinə salam və salavat olsun və eyni zamanda Həzrəti Əli heç bir zaman Allaha şərik qoşmamışdılar. Heç vaxtı bütpərəst olmamışdılar. Heç şübhəsiz bu məqam ən üstün formada
bizim peyğəmbərə çatıb və ondan sonra da Həzrəti Əli əleyhissalama çatıb. Demək, Qur'an-ı Kərimdən aldığımız nəticə budur ki, bəli, Qur'anda iki imamət var. Bir imamət ya özü rəhbər edib, ya insanlar. Amma bir imamət məqamı var ki, yalnız və yalnız Allah Taala bu məqamı həmin şəxsə verə bilər. Allah Taala bu məqamı müəyyən şəxs üçün bildirə bilər və eyni zamanda bu şəxsin də özünün müəyyən bir tutumu olmalıdır. İnşallah gələn bəhslərimizdə mövzunu daha geniş formada sizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.